Mənzil sahibinin hüquq və öhdəlikləri. Yaşayış mənzillərinin icarəsi üzrə məsələləri baxan idarəyə və ya qısaca olaraq ORT adlanan idarəyə xoş gəlmisiniz. Bu qısa video çarxda sizə mənzil sahibinin hüquq və öhdəlikləri haqqında danışacağıq. Mənzil sahibləri yaşayış mənzillərinin icarəsi üzrə akt haqqında məlumatlı olmalıdırlar. Bu akt kirayəçilərin təhlükəsiz və yaşama şərtlərinə yararlı yaşayış yeri ilə təmin olunmasına təminat verməklə yanaşı, mənzil sahibinin bizneslə məşğul olmasına və onların investisiyalarının qorumasına da şərait yaratmış olur. Mənzil sahibi öz cari əlaqə vasitələrinin hər zaman kirayəçidə olmasını təmin etməlidir ki, kirayəçi təcil və zəruri hallarda mənzil sahibi ilə əlaqə saxlaya bilsin. Yuxarıda qeyd etdiyimiz aktın tələblərinə əsasən Kanadanın digər əyalətlərində yaşayan mənzil sahibi Saskatchevanda yerləşən biznes ünvanını ya da Saskatchevan əyalətində yaşayan nümayəndəsinin əlaqə ünvanını təmin etməlidir. Qeyri-rezident, yəni Kanadanın digər əyalətində yaşayan mənzil sahibi bizim idarənin internet saytında yerləşdirilmiş etibarnamə formasını doldurmaqla öz nümayəndəsini təyin edə bilər. Mülkiyyətin icarə verilməsi biznesin bir növüdür. Yaşayış mənzillərinin icarəsi üzrə aktın tələblərinə əsasən mənzil sahibi hər bir icarə sövdələşməsi üzrə müvafiq qeydiyyat, yəni hesab-kitab aparmalıdır. Öz mənzillərinə kirayəçi cəlb edərkən mənzil sahibləri ərizə formasının doldurulmasına görə potensial kirayəçilərdən xidmət haqqını tələb edə bilməzlər. Lakin potensial kirayəçi ilə kirayə müqaviləsi bağlandığı təqdirdə mənzil sahibinin kirayəçidən girov məbləği tələb etmə hüququ vardır. Həmin girov məbləği bir aylıq kirayə məbləğindən çox ola bilməz. Mənzil sahibi kirayə mənzilinin açarını kirayənin başlandığı ilk günə qədər kirayəçiyə verməlidir. Kirayə müddətində mənzilin açarı mənzil sahibi və kirayəçi öz aralarında qarşılıqlı razılaşma olmadığı təqdirdə dəyişdirilə bilməz. Mənzil sahibinin ən böyük öhdəliyi yaşamaq üçün kirayəçiyə təmiz və təhlükəsiz kirayə mənzil verməkdir. Bu öhdəlik aşağıdakı formada həyata keçirilir. Kirayə mənzilinin yaşamağa uyğun olduğunu sübut etmək üçün mənzilə köçməzdən öncəki və mənzildən köçərkən təftiş aparılması, həmçinin kirayə müddətində həşəratların təmizlənməsi və təmir işlərinin aparılması. Kirayə müddəti başa çatdıqdan sonra mənzil sahibi girov məbləğinin kirayəçiyə geri qaytarılmasına öhdəlik daşıyır. Lakin bununla belə, onun mülkiyyətinə dəymiş ziyanın ödənilməsi üçün həmin girov məbləğinin qismən və ya tam olaraq özündə saxlama hüququna da malikdir. Lakin bu halda kirayəçini xəbərdar etməlidir. Sizin mənzil sahibi və ya kirayəçi olmağınızdan asılı olmayaraq, yaşayış mənzillərinin icarəsi üzrə akt haqqında məlumatlı olmağınız tövsiyə olunur. Öz hüquq və öhdəliklərinizi bilməyiniz kirayə prosesinin hər kəs üçün asan keçməsinə kömək edir. Daha ətraflı məlumat üçün bizim www.saskatchevan.ca/ort internet saytımıza müraciət edə bilərsiniz.